Oğlum Harun. Harun Algayev. Harun Algayev'in ev müzeyine girdik. Oğlum Harun 1992 ildə Balakən rayon Gərikli kəndində anadan olub. 28 yaşında Qarabağda Xocavənd rayonunun Hadrut qəsəbəsində şəhid olub. Oğlum Harun'un ev muzeyindən görüntüləri göstərirəm. Çox gözəl oğlum var idi mənim. Çox ağıllı, savadlı, dünya görüşlü. 28 yaşında şəhid oldu mənim balam. Bu hansı ki o şəkilli prezidentimiz də qoşularaq 3000 şəhidi belə canlandırmışdılar. Həmin şəkildir. Bu da Harunumun geyimləri. Oğlum ali təhsilli idi. 2007-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdu. Oranı yaxşı qiymətlərlə bitirib 10-cu ildə də akademiyaya daxil olmuşdu. Harunum 2015-ci ildə Goranboy rayonunun 701 saylı hərbi hissəsində işə başlamışdı. Bunlar hamısı Harunumun şəkilləridir. Çox savadlı idi, çox işini bilən, işinə bağlı, məsuliyyətli bir oğlan idi mənim balam. Kəşfiyyatçı ixtisasını özü seçmişdi. Öz həvəsi, marağı var idi. Harda çətin iş var onu xoşlayardı. Deyirdi, ana mən irəli gitmək istəyirəm, daha çox iş görmək istəyirəm. O qədər həvəsi var idi. Ən böyük arzusu da işğal altında olan torpaqları azad görmək idi. Harunumun çantası. Harunumun iş çantası. Balam, balam. Hamısını yarımçıq koydu getdi. Benim ağıllı balam. Harun böyük oğlum idi. 2 oğlum vardı. İkisi də hərbidə, müharibədə iştirak eləmişdilər. Harun şəhid olandan sonra balaca oğlumu gətirdilər geri. Bunlar Harun'un kitaplarıdır. 2 kitap çıxıb da Harun haqqında. Yəni onlar özləri bizə təklif elədilər ki, biz Harunu əbədiləşdirmək istəyirik. Onun haqqında kitab yazmaq istəyirik. Birini Gülüm Əliyeva yazıb, həvəskar yazıcı deyək. Elə Harunla yaşıt qızdır. O birisini amma bu kitabı ancaq Yeganə Qəhrəmanova, Səkinə Bayramova hər ikisi filologiya elmləri üzrə fəlsəfə doktorlarıdır. Universitet müəllimləridir, dosentdilər. Çox samballı adamlardır. 6 alimin əməyi var bu kitabın yazılmasında. Bu kitab isə burada bütün xatirələr toplusudur.
Yəni bütün əsgərləri, komandirləri, döyüş yoldaşları, otaq yoldaşları, hamı Harun haqqında öz xatirəsini danışdı. Biz çox şey bilmirdik Harun haqqında. Harun o qədər öz işinə bağlı idi, amma gizlədərdi. Əsl hərbiçi idi. Hər şey yaxşıdır deyərdi. Ancaq onun necə bir çətinliklərdən keçdiyini biz o kitablardan sonra bildik. Harun'un geyimləri çok severdi. Bu giyim xüsusi təyinatlarda hərbi parad forma deyərdi, paradlı forma. Ancaq oğluma onu giymek kısmet olmadı. 2020'nin may ayında xüsusi təyinatlara keçmişdi. Tez müharibə başladı. Orada işləməyi çox güzel görürdü. O deyirdi, çox yaxşı insanlardı, çox savadlı, özünə tam uygun bir iş yeri çatmışdı oğluma. Deməli, Harun'un 7 medalı verilibdi. Prezidentin imzasıyla. Bir tane de Azerbaycan bayrağı ordeni. Sonra sağlığında ancak 2 tane medalı var Harun'un. Biri Azerbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi ilə bağlı. Biri də Azerbaycan ordusunun 100 illiyi ilə əlaqədar. 2 medalı verilibdi. Sonra Galip Döyüşçü belə bir medal verilibdi Harun'a. Şimdi cəmi 10 dənə medalı bir bayraq ordeni var Harun'un. Harun'un 2 dəfə Bakıda zabitlər evində tədbiri keçirilibdi. Sağ olsunlar, hörmət qoyurlar. Harun'a dəfələrlə mahnı bəstələnib, şeirlər yazılıb. Bu otaqda Harun'u çox gəlib ziyarət ediblər qonaqlar. Qonaqlarımız çox olub bu otaqda bizim. Hamı Harun'u yad eləyir. Həqiqətən Harun haqqında çox rəvayətlər düzüb qoşurlar.